Şəhid Qasımov Təbriz Ramizoğlu. Təbriz Qasımov 16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olub. Təbriz Şəki Pedaqoji Kollecində ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alıb, lakin sonradan hərbi sahəsini seçib. 2013-cü ildə hərbi xidmətə yollanıb. Əskərliyini başa vurduqdan sonra 4 il gizir vəzifəsində işləyib, sonra isə fərqli sahələrdə fəaliyyət göstərib. O, idmanın karate növü ilə məşğul olub və bu sahədə nailiyyətlər əldə edib. Təbriz boş vaxtlarında ya kitab oxuyardı, ya qızı ilə oynayardı, yaxud da məscidə gedərək orada ibadətlə məşğul olardı. Təbrizin özünə aid çox sayda kitabı olub. O, həmin kitablardan ən çox Peyğəmbərin həyatı, Kərbəla və Çərəkə kitablarını mütaliə edərdi. Onun ən çox işlətdiyi və tez-tez təkrar etdiyi cümlə belə idi: bu dünya boşdur. Ən böyük arzusu ailəsinin, xüsusilə də qızının sıxıntısız bir həyat keçirməsi idi. Təbriz son vəsiyyət olaraq ailəsinə məktub yazsa da, o məktub ailəsinə çatmayıb. Təbriz demək olar ki, bütün davranışları ilə başqalarından fərqlənirdi. O sözün əsl mənasında nümunəvi insan idi. Ailəsi nəql edir ki, hətta bir nəfər belə deyə bilməzdi ki, Təbriz onu bir sözlə də olsa incidib. O, ailə canlı, həmçinin ədalətlə rəftar edən, həlal-haram məsələlərinə riayət edən biri olub. O, müharibə başlayan ilk gündən könüllü olaraq yazılmış və döyüşlərə qatılmağa can atıb. 5 oktyabrda axşam saatlarında Qəbələdə yerləşən hərbi komissarlıqdan müharibəyə yollanmışdır. Hər döyüşə kəlmə-i şəhadət oxuyaraq yollanardı. Müharibə zamanı hər namazından sonra etdiyi dualarında Allahdan şəhidlik istəyərdi. Təbriz Qasımov Füzuli və Xocavənd rayonları uğrundakı döyüşlərdə iştirak edib. 5 noyabrda Xocavəndin azadlığı üçün vuruşarkən şəhadət zirvəsinə ucalıb. Doğulduğu Yemişanlı kəndində torpağa tapşırılıb. Ailəli idi. Fatimə adlı bir qızı yadigar qalıb. Vətən uğrunda Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Ruhu şad olsun.